Füzuli işğal olanda mənim 8 yaşım var idi. Uşaqlığımı doya-doya yaşamadım. Dostlarımı, partiya yoldaşlarımı xatırlayıram. Adətən belə şəhərcikdə də onları görürəm. Onlarla da bölüşürəm, xatirələrimi bölüşürəm. Amma müəllimlərimi görmədim, qayıdıb gələndə görmədim. Oktyabr ayında köçnənlə gəli şəhərciyə yerləşdik və iş üçün məşğulluğa müraciət elədim və çox şükür ki, öz şəhərimdə doğulub boyatdığım, amma doya-doya yaşamadığım şəhərimdə tibb işçisi kimi fəaliyyət göstərirəm hal-hazırda. Baş tibb bacısı vəzifəsini icra edirəm. 3200 əhaliyə sevə-sevə xidmət göstəririk. Mən, işçilərim, həkimimiz, yəni tibbi personal burada bütün sahələrdə insanlara xidmət göstəririk. İlkin tibbi yardım, elə olur ki, gecə saatlarında belə insanlara xidmət göstəririk. Hal-hazırda səyyar məntəqədə xidmət göstəririk, amma yaxın gələcəkdə böyük xəstəxanamız tikilər, fəaliyyət göstərər. Biz orada tibbi xidməti əhalimiz üçün yüksək səviyyədə göstərmək arzusundayıq.